25'e qədər sualımız var. Mənim yoxdur ya ümumiyyətlə. Mən o şeylərdən baxıram deyə. Heç bir səhv. Bilmədim. Səhv yox, bilmədim olanda baxıram ona görə. Ha, yaxşı. Yəni baxdığınızda özünüzə başa düşürsünüz ki, nə deməkdir də belə deyək. Əslində YouTube-da izahlarını tapıb baxıram, belə deyim də. Yaxşı. İsmail bəy siz deyin sual. Məndə 56-cıdır. Elə onda birbaşa 56 ya. Yəqin ki, satmaq yazmısınız. Hə, satma yazmışam. Bu Amma əslində itirmək də olardı. bitirmək yox, vermək. Hə, cavab verməkdir düzdür. Amma Cavab üçünün arasında qalmışdım. Udmaqla uduzmaq nədir? Antonimdir. Hı. Almaqla ya satmaq, ya vermək uyğun gəlir. O birlər antonimlə heç uyğun gəlmir. Almaqla itirmək, tapmaqla itirməkdir. Bağışlamaq da tapmaq, bunlar heç düz gəlməz. İtirmək, tapmaq bir-biri ilədir. Bu getdi, bağışlamağa çıxdı. İndi niyə satmaq yox, vermək gərək ona? Bu əslində bizim biraz dilimizdəki söz kasatlığı ilə əlaqədardır. Məsələn, ingilis dilində belə bir sıxıntı yoxdur. Pulla alıb vermək başqa şeydir. Buy safedir də, düzdür? Hə. Mənim ingilisim biraz zəifdir, siz mənə kömək edin. Amma belə nə isə alıb vermək, o da give-lə, o biri nə idi? Vermək gibidir, almaq başqa. Get-lə give olmalıdır. Alıb vermək. Hə. Onlar bilirsiniz, həvəsi pul başqa bir məna verir. Amma bizdə almaq deyəndə hər ikisi almaqdır. Pulla da almaq, belə də almaq. Amma ona görə biz burada demişdik ən uyğun götürmək. Vermək ən uyğundur. Niyə görə? Həm Azərbaycan dilinin orfoqrafiya lüğətində almağın antonimi kimi vermək verilib. Göstərir. Antonimlər lüğətində daha doğrusu orfoqrafiya antonimlər lüğətində. Həm də elə satmaq da əslində nə isə verməkdir də. Pulu alıb nə isə verirsə buna da satmaqdır. Ona görə vermək daha uyğun gələn cavabdır burada. Aydındır. İnşallah belə sual düşməz qəbula. Sonra hansıdır bəs İsmail bəy sizdə? Sonra yoxdur. Yox. Öbürlər qoşulmadı, nə də bir şey yazmadılar. Onda mən təzə dərsə keçeyim. Onlar da qoşularlar, suallarına axıda baxaram. Onsuz da elə çox suallar olası deyil. Yaxşı, bugünkü dərsimiz də asan olacaq əslində. Şifrələr mövzusudur. Çox qeyri-adi çətin bir test deyil, amma bir neçə Bunlar asandır. tipi çoxdur sadəcə. Şifrələrin bir 7-8 tipli sual var. Nədir bu tipli suallar? Gəlin baxaq. Birinci sual X şərti dilinə tərcümədir. Burada sözlər hecalarla şifrələnir. Ümumiyyətlə şifrələmənin qayda nədir? Bir şeyi nə ilə şifrələdiksə, məsələn, tutaq ki, A hərfini 8 ilə şifrələmişiksə, o sualın içində nə qədər A hərfi varsa 8 olmalıdır. Belə. Və B hərfinə 8 işlədə bilməzdik daha. Çünki 8 A-nındırsa, B-yə artıq başqa bir şey işləməliyik. Yəni, eyni şeyə, eynisini fərqli şeydə fərqlisini işlətməliyik. Qaydası, ümumi qayda budur. Bu şərti dəlilində tərcümədə də, birinci sualda da sözləri hecalarla şifrəliyirik. Yəni, mən onu danlayıram sözü, cümləsi 3 sözdən ibarətdirsə, biz başdan başlayırıq, hecalara ayırırıq. D, T, əslində V-li, orada 2 heca var, amma daha davamını ayırmırıq. Çünki bizim cümləmiz axı 3 sözdən ibarətdir. Əgər 4 sözdən ibarət olsaydı, onda belə eləyərdik. D, T, V, li kimi ayırardım. Amma 3 sözdən olanda axırını saxlayıram da, axırını ayırmıram. Başdan ayrı-ayrı gedirəm. Axırı ola bilər ki, 2 heca birdən qalsın. Aydındır. Bəli. İndi mən sözünün şifrəsi oldu D, onu oldu T, danlayıramın da şifrəsi oldu V. Sənəm xanım ayrımdır. Mənim bilirsiniz nə? Bunu mən keçən də çətinlik çəkirdim. O sonuncu hecadakı olan o veli hissəsi niyə ayrılmır? O mənə çatmır. Bizim sözümüz neçə cümlədən, cümləmiz neçə sözdən ibarətdir? 3. Ona mən 3 yer ayırmalıyam. İkisini ayırmışamsa, D ilə T-nin. Axırı yerdə qalanı da dəymirəm, ayırmıram. Siz başdan, əvvəldən
Heyciyə ayrı-ayrı gedin. Artıq axırına ehtiyac qalmayanda ayırmayın. Qoy bütöv qalsın. Amma 4 söz olsaydı, hə, onda ayrı-ayrı. Yəni, eləmək ki, sözün sayına uyğun gəlsin də oradakı hissələrin sayı. Aydındır. Aydın deyil, prosta işləyəndə bu mənə çətin gəlir. Siz, bax, çətin, yəni, başdan aydın. Bax, məni tapdınız, nə oldu? Deyil. Deyil. Bunu da ayırdım. Onu eləməyəm. O ilk heca sazdım. Məsələn, onlarda var. Onlar səni tərifləyirlər. Yenə. Orada heca çoxdur da. Go. Sürü yerdə qaldım da. Yox, onlara aiddir ur, Aha. səni olur go, Hı. təriflərin olur marım. Varım, bəs. Onda bu cavab olaraq elə olur ki, ur, təzəndən yenə Gələcəm. Bir də o ur. birləri də ayırım, gələrəm cavabına baxam. Onlar onu tərifləyirlər. Ur, te, mar. Mən onu danlayıram. Onları danlayıram. Di, lo, veri. İndi onlar nə olacaq? Ur, Ur. Onları lo, tərifləyirlər. marım. Şu, Hmm. ur, lo, mar. Yəni, bu sual çətin olmamalıdır. Bunun hökmünü öyrənməlisiniz və hökmünü yazmalısınız. Bu bölmədə çətin sual ola bilməz. Yoxsa hamısını yazmalıyıq müəllim. Yox, məsələn, riyazidə nə isə yazın. Məsələn, riyazidə uşaqlar, mənim də qabağıma sual çıxa bilər ki, ya tapa bilmərəm. Yəni, imtahan da gedərəm. Siz bundan əvvəlki bölməmiz var, keçən əvvəlki bölməmiz. Nə isə toplayıb, vurmaq, ikiyə bölmək. O, müəllifin xəyal gücüdür. O sualı yazan adam həmin anda ağlına bir şey gəlir və o sualı yazır. Konkret riyazi qanuna uyğunluğu yoxdur, qaydası yoxdur, bir düsturu yoxdur. Yəni, bölməmizin adı nə qoymuşduq? Rəqəmlərdən hər şey. Yəni, orada biraz imtahan həyəcanı olar. Biraz vaxt çatmaram, vaxtı fikirləşərəm, bir gözüm vaxta qalar və yəni, tapmaya bilərik. İşte, bunu hər kəsin başına, yəni, lap 40 il təcrübəsi olan bir adam olar, məntiq müəllimi olar, yenə tapmaya bilər. Amma bu elə bölməlidir ki, bunun konkret qaydası var. Yəni, bunu tapmalıyıq. Aydındır. Yəni, bizi indi imtahanda qarşılayan ən çətin belə bizi türklər demiş zorlayacaq sual o, yəni ki, o hesablama barəsində olan suallardan Bax, olacaq. o hissəsi, yenə dediyim kimi, necə zorlama? O hissəsi elə bir şeydir ki, həmin anda ağlına gəlməyəcəksə, istəyirsən orada nə insan eləyib. Ha, elədir. Nə sənin elə bol vaxtın yoxdur ki, evdəki kimi, oturasan, onu yoxlayasan. Sənin imtahanda vaxtın gedir. Ondan sonra bir sual qalsın, ged o birləri yaz, axırda vaxt qalarsa qayıdıb baxarsan. Yəni, bir sualın üstündə, ümumiyyətlə, imtahanda, sınavda falan, bir sual üstündə çox vaxt itirməyib. Yəni, ağlına gəlmədisə, 2 dənə yol yoxladın, gəlməzsə, qoy qalsın. Axırda indi yoxlayarsan da təzdən. Çünki hər sual onsuz 1 baldır. Heç kəs sizə demir ki, bu çətin sualı yazıb, ya buna 2 bal verək. Hər sual 1 baldır. Məntiqdə elə sual var ki, o mətnlər keçdiyə biz cədvəl qurmaq. Bəli. Mən onu həmişə uşaqlarıma deyirəm ki, bax, sizə də imtahan qabağı deyəcəm ki, onu axıra saxlayın. Bu yazmayın məntiqdən bir dənə o mətni, 3 dənə sual olacaq. Yazmayın. Həmin vaxtda informatikanı bütöv qurtarmaq olar. Düzdür müəllim. Bizim məqsədimiz, mənim məqsədim o deyil ki, siz mən onu reklam edeyim ki, mənim uşağım əldə məntiq yazsın. Eybi yox, 47 yazsın, amma geçsin informatikanı da yazsın, harasa girsin. Bizim məqsədimiz magistraturaya girməkdirsə, yazma günah. Demirəm yazma. Axırda qalsın da, yəni o sənin vaxtını aparıb, axırda deyəcəksənsə ki, informatikaya mənim vaxtım çatmadı. Ona deyəcəksənsə, elə informatikanı yaz, eybi yox. Nə qalarsa məntiqdən o çətin sualları axırda qalar da. Amma Söz soruşa bilərəm. Buyurun. Neçə saat verirlər bizə magistrda? Saat yazıya, əlavə yarım saatda esse yazmağa. Ümumi testlərə 3 saat. Yəni, essenin vaxtını testdə işlədə bilmirsiniz. Testləri yığırlar 3 saat. Ondan sonra esse yazmağa başlayırsınız. O vaxtı esse yazmayayım, buna işlədim, o olmur. 3 saat amma normaldır. Nə çox azdır, nə də çoxdur. Yox, elə olmur. Mən həyəcanlanmışdım gəlkə. Elə olmadı. Ancaq çatır yəni. Nə artıq? Çünki informatika fənni elədir ki, suala baxdın, bilirsənsə bilirsən, bilmirsənsə bilmirsən. Elə ingilis dildə elədir. Yəni, ən çox vaxtınız məntiqdən mi bir dənə düşünməkdir? Ona görə də mən deyim ki, məntiqin bax elə suallarını axıra. O birləri yazdım. Ondan sonra məntiqə onsuz dağılsın. Belə ki, o 3 saatın 1 saatını
o biri iki fəndə bitirə bildinsə, məntiqi rahat eləyirsən. Aha. Kodlaşma daxil. Çünki məntiqdə həqiqətən vaxt aparan suallar olur. Amma şifrələr bölməsi, bu gün keçdiyimiz dərs, qətiyyən elə bir bölmə deyil. Bu çox rahat dərsdir. Yəni bu sualları artıq indi bu bölmədən sual düşəndə vaxt itirməməlisin bu sualların. Konkret qaydası var, yazmalıyıq. Şahanə xanım, axşamınız xeyir. Axşamınız xeyir olsun Şahid müəllim. Axşamınız xeyir. Biz elə indi başladıq təzə dərsə. İndi birinci sualı sizə təzə izah edəcəm. Ev tapşırığının suallarına da siz axırda qalarsınız, suallarınıza baxaraq. Olar? Yəqin ki, elə çox sualınız olmaz. Yox, demək olar ki, hamısını yazmışam. Üzürlü say, mən biraz hər dəfəsində yubanıram. Uşaqlar Eybi yox. hazırlıqdan gəlir deyə. Eybi yox, narahat olmayın. Axırda o suallarınıza baxarıq. Bir dənə siz birinci suala baxın, onu izah edeyim təzə dərsimizdə. Hı. Deməli, burada bugünkü dərsimiz ümumiyyətlə şifrələmə dərsidir. Bu birinci sualda sözləri şifrələyirik. Necə şifrələyirik? Hecalara ayırmaqla. Mən onu danlayıram. 3 sözdür deyə. Başdan başlayırıq. Verilən sözü bir heca di, ikinci heca ti. Daha üçüncünü ayırmağa ehtiyac yoxdur. Çünki bizim sözümüz olsa 3 dənə söz daxil cümləmiz. Əgər 4 dənə söz olsaydı, bunu da ayırardım. Ve, li kimi götürərdim. Burada ehtiyac yoxdur deyə ayırmıram. Di, ti, velini bütöv saxlayıram. Yəni, mən sözünün şifrəsi olur di, onu olur ti, danlayıram olur veri. Aydındır. Şahanə xanım, sualınız var. Mən belə başa düşdüm ki, müəllim, o birinci cümlədə neçə söz varsa, O ikinci sözdə qədər o hissəyə qədər ayırmalıyıq. düzündür. Aha. Bəli. Hecaya ayırmalıyıq. Amma deyirəm, axıra bəzən 2 heca birdən bütöv qala bilir. Hı -hı. İndi Aydın. onlar səni tərifləyirlər. Ur, Uğur, o, marım. marım, Onlar onu tərifləyirlər. Ur, te, marım, mən onları danlayıram. Di, dilo, veli, o, veli. İndi gələ axırıncı. Onlar sözü nədir Şahanə xanım? onlar ur, Onları onları lo, tərifləyirlər. marım, Cavab da olacaq B variantı. urlo, marım. Aydın oldu. Bəli. Sənəm xanım, sizin sualınız qalmadı ki, nəsə yenə qaranlıq qalan bir şey olmadı. Yox, müəllim, yox. Çox sağ olun. Deməli, bir şey deyim indi burada. Bu sual söz, bu tipli suallarda, məsələn, tərifləyirlər sözü marımdırsa, tərifləyirik də marım olacaq. Tərifləyirsən də marım olacaq. Necə Azərbaycanda deyir ki, qrammatik şəkildə əlavə eləyəndə o düzəltmə söz deyil, elə eyni sözdür. Burada da bax elədir. Yəni qrammatik şəkilçili sözlərdə daha orada şifrəsi dəyişməyəcək. Elə marım olaraq qalacaq məsələn. Başa düşdük bunu da. Bax indi bir də Aynen. ikinci suala baxaq yenə. İkinci sualda birinci cümlədə nədir? Onlar onu çağırırlar. Ro, ka, tami. Çağırırlar sözünün şifrəsi nə oldu? Tami. Tami. Tamam. İndi Amin. üçüncü cümləyə baxaq. Mən onları çağırıram. A, B, tami. Çağırıram sözünün şifrəsi nə oldu? Tami. Demək, çağırırlar da tamidir, çağırıram da tamidir. Yəni eyni söz də sadəcə mənsubiyyətə görə dəyişib, elə olanda söz dəyişmir, eyni olaraq qalır. Başa düşdük bu fikrimi. Hı. İkinci sualı bəlkə özünüz cavabını tamamlayasınız. Deyim müəllim. Deyil. Otakarmı? A bəndi. A bəndi deyirsiniz. İsmail D bəndi. B bəndi. A, hə, orada K var. Hə. Diqqət, ro, ka, ka. Hı. D var. Ro, ka, ka. Tamam. Onlar onu gözləyirlər. Düşünürəm ki, bu suallarda heç bir çətinlik olmayacaq. Bəli. Başa düşdünüz. Keçək növbəti sual tipi. Şifrələrin çətin sualı demək olar ki, yoxdur. Sadəcə olaraq tipləri çoxdur. Bu 5-ci sualda biz ilk mətn dərsi keçmişdik. Mətnlərin içində bir dənəsi var idi, yadınıza gəlirsə. Var idi mənim düzdür. Elə adı şey olmuşdu da sonra. Aha. Dost, orada Baxdırsın. dost sözü Dost. tapılır orada. Hı. Özünüz yaza bilərsiniz, yoxsa göstərim, köməkli edeyim.
Yazar. Bəli. Onda bir özünüz birinci yoxlayın. Xəta yazdım, müəllim, elə yazmalıydı. Gördüm. Fərqi yoxdur. Düzdür. Bəzi bölmələr var ki, onlar bizim ekstradan hallarımız. Yəni onları imtahanda hökmən yazmalıyıq. Keçən dərs keçdiyimiz analogiya anaqramdır. Düşünürəm ki, pis yazmamısınız. Öz o analogiya anaqramına 7-8 dənəsə düşür. Yəni heç olmasa biri ikisi tutaq ki, hə bilmədiyiniz bir termin olsun, amma biri 6-sını yazmalısınız heç olmasa ki, biraz önce 6-lar oradan dəqiq var. Bu Bu biraz da şifrələrdən dünya görüşü deyə bilirəm. yəni ola bilər ki, 2 dənəsi, amma yerdə onun 6-sını biləcəksiniz. Çünki biz bəzi şeyləri də əzbərlətdirəcəyik, o imtahan az qalmış onu biləcəksiniz. Bu şifrələrdən 2 dənə sual düşür, bax yazmalı. Bəzən 3 dənə hətta düşür, bunu yazmalısınız. Yəni bundan sonra da bəzi bölmələr var da keçəcəm deyəcəm. Bir 15-ə yaxın sual var ki, o bizim dəqiq cibimizdə olmalıdır ki, nə olur olsun bu 15 dənə yazacağam. Ondan sonraki bir 15 dənə sualımız da qalır. Artıq yəni belə deyək də, yerdə qalan 45 sual açıqları saymıram. Qapalı 45 sualın 30-undan da yenə bir 15 dənəsini axtarıb fikirləşib heç olmasa tapsaq, artıq 30 məntiqimiz var. 30-dan yuxarı məntiqdə artıq normal baldır. Çünki o biriləri də informatikanın ingilis dilində ilə 50%-ni yazanda artıq biz 50 balı keçmiş oluruq. Yəni ən pis hallar, ən pis ehtimallar deyirəm də. İnşallah. Ondan artıq da nə yaza bilsək, o artıq bizim xeyrimiz olan şeylər. Tapdınız İsmail və Şahanə xanım. Hə, mənə vaxt lazım deyil bunu tapmaq. Niyə? Hər hərfi tapmaq lazımdır da demək olar. Belə çətin deyil axı. Biri tapılan sonra tap-bataraq özü tapılır da, bu hamısı bir-birini özü verir. Şahanə xanım siz Rəqəmləri toplayırıq da biz düz deyil. axırda hə. Hə, Mən hərfləri Loveni tapdım. elə alırıq da, rəqəmləri toplayırıq. Bəli, bəli. Şahanə xanım nə deyirdiniz? Mən hərflərin hamısını tapdım. İndi onu quraşdırmaq istəyirəm. Hə, yaxşı, axırında eləyin. Gözləyiş bir dəqiqə. Müəllim, deyəsən mənimki o şey olur, tupa uşaqlar olur, tənbəl uşaqlar. Ən asan yolunu tapır edir. Belə olanda sevinirəm ki, deməli mən də nəsə bilirəm. Bilmirsiniz, yaradıcı olaraq dediyim kimi də siz hər kəsənin peşəsinə görə, gördüyü işə görə müəyyən sualları daha sürətli tapmaq və yaxud lənk tapmaq bölmələr var. Bir gün yox ki, mənim getdiyim yol səhv yoldur. Belə bir şey deyim. Bax, mənim Bəs keçən gəl. il yox, ondan əvvəlki bir tələbəm vardı, rəssamlıq akademiyasından idi. Onlar bizdə onlar qabiliyyətlə gedirlərdi. Elə bu çox balları zad olmur. Yəni bakalavra girəndə də, elə magistrda onların keçidi, ümumi keçidi olan 30 baldır. Amma qabiliyyət imtahanı verirlərdi. Onların əsas əl qabiliyyətləridir. Amma savadları zad o qədər də yüksək olmur. Yəni bütün bölmələri ona çətinliklə salmışdım. Elə ki, gəldim kublar dərsinə çatdım. Hansı ki, kublar dərsi hamı üçün çətinlik törədəndə. O Mənim yaxşı üçün riyaziyyatı çox super bilan uşaqlar üçün
kublar Hı. dərsi çətin olanda bu qız yəni onu havada eləyirdi də. Ki, bu nə var ki, bu bunun üzüdür, bu bunun arxasıdır. Çünki onu birbaşa təsəvvür eləyirdi ki, bu onun arxası. Bütün gün onunla işləmişdi. Mən bir hərf tapmaqla elə demək olar variant tapmaq olurmuş. Hə, və ümumiyyətlə bu şifrələrdə, bu Hə, A tapmacalarda variantı da. biri tapıldı, hamısı öz-özünü tapır. Hı. A variantı. A variantı. Əla. Yəni izah ehtiyac yoxdur da, düzdürmü? Qaranlıq qalan birisi. Yəni düz Deyil. çıxdım ya, oradan düz Amma elədim onda. qısa Allah izahı var başqa. Yox, elə belə səhv eləmişəm. tapmalıdır. Çıxmısınız da düz deyirsiniz də. Hə, Sualın üstünə lavdan gəlib qaran bal çıxdı. almışıqsa, hə, lavdan bunu çıxmış. Yox, düz Hə. eləmişsiniz. Başqa qısa bir yolu da yoxdur. Elə bu tapılmalıdır sadəcə olaraq. Yəni hərfin biri tapılanda o birlər tez-tez tapılır. Yəni orada çox vaxt aparmağa ehtiyac qalmır. Yaxşı. Sonrakı sual tipimiz altını da tapın görək başqa bir şey deyəcəm. O tipli sualdır. Bir şey deyim, birdən səhv başa düşərsiniz. Bu 3648 bunun şifrəsi deyil ha. Yenə o 5-ci sualdakı kimi axtarıb tapmalısınız. Sonra da qasırğa sözünün şifrəsini tapmalısınız. Bir dənə buna da baxın. Burada axırda başqa şey deyəcəm, ona görə deyirəm. Tapan cavabını desin. Mən yazmışdım, C Hə. variantı tapmışdım. Gördüm. Mən hələ yazsam bizə deyil. Yazın, tələsməyin. Sadəcə yəni tapın da deyin ki, bilin mən vaxt itirməyək boşuna.
Köməkli eləyim yoxsa tapırsınız? Az qalıb. Müəllim, mən Yox, tapdım. mən özüm tapmışam. Gözləyirəm. Dəqiq. Gözləyirəm mən. Üzr istəyirəm müəllim. Ondan sonraki sual da maraqlıdır. Ona da baxa Onu biləriksə. izah edəcəm. Hə, başqa tipimiz. Bəli. Ümumiyyətlə bu bölmədə tip çoxdur, hamısına baxacağıq. Sənan xanım C dedi. Sənan xanım siz tapdınız? Bəli, C eləyim. Aha. Niyə A-nı yox, C-ni götürürüz? Çünki A-da iki Fərqli təkrarlanan 2-2-dir. hərf var. A-da 2-2'lik söz yoxdur. Deməli, C-nin. əslində biz R-la G-nin şifrəsini bilmirik heç. Düzdür, tapa bilməmisiniz də. Bəli. Amma ən azından bilirəm ki, R-ya da 2, G-ya da 2 verə bilmərəm, axı fərqli verməliyəm. Ona görə cavabımız C variantı. Yəni bu hissəsini bildirmək üçün deyirdim. Yəqin ki, özünüz başa düşdünüz. Sıxıntı yoxdur ki. Yəni Yox. şifrələr bölməsinin məntiqi budur ki, hər fərqli hərfə fərqli şifrə olmalıdır. Əgər heç bir sualımız yoxsa 7-yə baxaq. Artıq 7 təzə bir tipdir. 7-ci sualda, bu tipli suallarda, buradakı rəqəmlər sıra Bəli. nömrəsini bildirir. Yəni Yəni, B5 nə deməkdir? B5 o deməkdir ki, taksi sözünün, qabağındakı sözünün 5-ci hərfinin şifrəsi B-dir. Taksinin 5-ci hərfi nədir? İ. İ-nin şifrəsi B-dir. O 5 onu bildirir. Aydındır İsmail. Bəli, müəllim, bəli. Tamam xanım. Bəli, mən bunu keçəndən yadımdadır. Aha, Şahanə xanım. Şahanə xanım başa düşdünüzmü? Bəli. Aha, Orada onda X3-dürsə deməli X nəyin şifrəsidir? K, taksi. K-nın şifrəsi. V1 T hərfi, T hərfinin. D4 S hərfi, S'nin P2 A hərfi. eyni şəkildə navigator sözündə birinci hərfin şifrəsi nə olacaq? N-nın şifrəsi. G, G. İkinci hərf A-nın şifrəsi P. P. Üçüncü hərf V-nın şifrəsi E, E. Dördüncü hərfin şifrəsi B, B. Beşinci hərfin şifrəsi S, S. Altıncı hərfin şifrəsi P, P. Yeddinci hərfin şifrəsi V, V. Səkkizinci hərfin şifrəsi L, E. Doqquzuncu hərfin şifrəsi M. Bax, bu rəqəmlər bunu bildir. Bax, bir şey yoxlaya bilir. Məsələn, T-nın şifrəsi taksi sözündə nə idi? V, V. Navigator sözündə də baxaq. T-nın üstünə düşüb, V düşüb. Yəni, düz eləmişiksə bu şəkildə olmalıydı. Mənim Hə, deyil. orada Y var. Onu hardan tapdınız? V-yə düşən Y-ni. Üçüncü hərfdir də, bu da burada. Hə, buradan üçüncü. Hə, Y-ni görmədim başda. İndi, eyni qayda ilə gəlirik aşağıdakını da sıra ilə düzürük. Birinci hərfin şifrəsi T, yox, V. Bura, V, bura, bir, hə, bura. V, İkinci hərfin şifrəsi S, P. 3. G, P. 4. S, S. 5. L. Ondan sonra bunu sözə çeviririk. V bizdə nəyin şifrəsi idi?
Taksi ilə Hı. navigatora baxırıq görək V nəyə uyğun gəlirdi? T'ya, T'ya. T-ya. P bəs? A'ya, A-ya. A. Q, G, N'ya, Ya. G, M. N. Aha. Və S, Qıya. Daha A bəndi çıxdı. S T. nəyə uyğun gəlirdi? T'ya. Qıya. T'ya. Q. İndi bir şey deyim biraz sonra. Bax, burada S-nın şifrəsi D-dır. Q-nın şifrəsi S-dır. Burada bir dənə diqqətli olun, yerini səhv salmayın ha. S şifrəsi Q hərfinindir. Amma D şifrəsi S hərfinindir. Yəni yerlərində diqqətli olaq yəni. Necə müəllim? Mən bayaq düz bilmişdim, mənə qatışdırdınız. Q hərfi S Q-nın şifrəsidir. Hı. D-da S-nın şifrəsidir. Hə, S olsaydı D götürəcəydim. Aha, D yəni idi deyə. səhvən S-nı görüb çaşıb burada D hərfi götürməyək də, onu demək istəyirəm. Hə, bildim. Hə. Bəs L nəyin şifrəsi idi? O'nun. L, O'nun. Cavab oldu Tango abonent. Aydındır. Şahin xanım, ilk dəfə bunu görən siz idiniz. Tam aydın oldu mu sizə? Bəli, müəllim. Aha, əla. İndi bir şey deyim. Burada bu rəqəmləri hərfin soluna vermişlər. B5 yazmışlar. Bunu belə də yaza bilərlər. 5B də yaza bilərlər. Fərqi yoxdur. Və yaxud bunu indeksdə yaza bilərlər. B indeksində 5. Eyni mənanı verəcək. Qüvvətdə yaza bilərlər. B üstündə 5 qoya bilərlər. Yəni sualdır da, yəni hər cür ola bilər. Hamısının amma mənası eynidir. Sıra nömrəsini bildirir rəqəmlər. Aydındırmı? İkinci bir məsələ. Ola bilər ki, sıra nömrəsini 1, 2, 3, 4, 5 kimi yox, əlifba ilə A, B, C, D kimi şifrələsinlər. Yəni necə A, B, C, D kimi? Onu deyim sizə. Bax, burada 5 yazmışdı da birinci B-nin yerinə. X-nın yerinə 3, V-nın yerinə 1, D, 4, P2. Buradakı 1-in əvəzinə işlədərlər. Əlifbada birinci hərf hansıdır? A. A. A hərfi. Sonra ikinci rəqəmin yerinə P-nin yerinə işlədərlər. İkinci hərf hansıdır? B. B şəklində. 3-ə C qoyarlar. 4-ə D qoyarlar. 5-ə Y qoyarlar. Yəni burada da kiçik hərflərlə göstərilir. Yenə bizə sıralamanı bildirmiş olacaq. Bu da ola bilər. Aydındır nə demək istədim? Sualınız yoxdur ki? Bəli. Bir də indiyə qədər bircə dənə elə sual düşüb amma. Notlarla verə bilərlər. Birinci not hansıdır? Do. O, ikinci re, üçüncü mi, sol, yası. Bax, belə də verə bilərlər. Amma cəmi bircə dənə elə sual var. Yəni, o çox da işlənən üsul deyil. Amma ola da bilər. Yəni, bunu da bilir. Heç bir sualımız yoxdur ki, keçəyik növbəti suala. Bəli. İndi 11-ə baxaq. 11-ci sualda mən əvvəlini bir kəlmə izah edəcəm, sonra yenə özünüz yazacaqsınız. 11-ci sualda eyni qaydadır. Yenə oradakı rəqəm sıra nömrəsini bildirir. Sadəcə şifrələr 2 hərflidir. Yəni 1 artı o deməkdir ki, birinci hərfin, yəni K hərfinin şifrəsi artıdır. 2 hərflə şifrələnir də, daha bir hərflə şifrələnmir. Başa düşdük burasını. Bəli. Onda davamını siz yazın, sualınız yoxsa əgər. Cavabı tapaq görək hansı olacaq? Y variantı. Söz 7-dir. Baxaq.
Almır Sənem xanım, Şahanə xanım. Müəllimə Mən şeyləri qurdum, tapdım. qalan gəlmədi. Mənə izah eləyərsə bir zəhmət Yaxşı. olmaz. Şahanə xanım, sizdə nə qədər ilişmisiniz? Mən aydındır, mən bir hərfi tapdım, ondan bilindi Y variantı. Vəssalam. Sənem xanım, üstlərini tapdınız kombайн komediya. Tapdım. Hə, mən tapdım onu. Aha, indi axırda ilişib qalmısınız, düzdürmü? Bəli. Axırda birincimiz şifrəmiz nədir? 4Y. Yox, birinci. Birinci deyəndə artıq bir rəqəminə baxırıq biz. S. S. Elə bu S bizə bəsdir. Görün S-nin nəyini üstə yazmısınız. Hə, o. Bəs onunla başlaması bir dənə cavab var. Bunu 1, 2, 3, 4, 5, 6, 7 hərfləri eləcə sıralayıb. Bütün Bəli, hamısını bəli. Bəli, bəli. Onlar ancaq sıranı bildirirlər. Yəni birinci deyəndə 4 Y-ni götürmürük. Birinci deyəndə S-ni götürürük. tapmış. Orada Y 2 yer də var axı. Çünki Oktiya dördüncü ilə yox, burada bir dənə yer. Sən hansında deyirsən Y2 də var? Combine-da 6Y var. Bir də komediyada 7Y var da, Çünki düzdür? komediyanın altıncı, kombaynın 6-cı hərfi Y hərfidir. Komediyanın da 7-ci hərfi Y hərfidir. Eyni hərflərdir axı. Hə, mən bayaqdan Bizim fikirləşirəm. bu oktyabrın da 4-cü hərfi Y hərfidir. Ona görə. Bildim, mən tapışdım şeylərin, bu rəqəmləri çalışdırdım. Aydın oldu. Bəli. Zahid ehtiyac yoxdur başqa. Yox, yox. Aha, indi 9-a qayıdaq. 9-cu tipli suallarda variantlarla işləyəcəyik. Necə işləyəcəyik? Biz şifrədə nə demişdik? Eyni şeyin şifrəsi eyni olmalıdır da. Başlayırıq nə ilə? Qara dairə burada var. Bunun axırında var. Bir də bunun ikincisində var. Düzdürmü? Bəli. Bu üçü eyni olmalıdır demək. İndi A variantına baxıram. 4. Bunun axırında 4. Bir də bunun ikincisi 4. Düz gəlir üçü həmin yerlərə. Bəli. B variantında 4, 4, 4. C variantında 4, 4, 2. C variantı getdi, səhvdir. D variantında 2, 4. Bu da səhvdir, düz gəlmədi. 2 ilə 4 ola bilməz, eyni şey olmalıydı. Y variantı 4, 4, 4. 3 variantımız qaldı. Sual var bura qədər? Aydın olur. Bəli. Yaxşı, indi sonraki şəklə, simvola keçirəm. Bu günəş şəkli. Bunun ikincisindədir, bir də ən axırda əvvəldədir. Burada. A variantında 2, 2 düz gəlir. B variantında 2, 2 düz gəlir. Y variantında 2, 2 düz gəlir. Daha sonra bu qadağandır işarəsi. Tək bircə dənə yerdədir. Başqa yerdə təkrarı yoxdur. A variantında 8 tək bir dənə buradadır. B variantında 8 tək bir dənə buradadır. Y variantında 6-dan, amma burada da var. Onda gərək bu ikisi eyni olaydı, bax bundan bu. Amma bizdə o ikisi eyni deyil, ona görə o 6 ola bilməz. Y variantı da bizdə səhvdir ona görə də. Xeyr, deyil mi? Qaldı bizdə A-nan B variantı. Sual yoxdur ki, bura qədər. Yox. Davamına baxırıq. Bu işarədən bir də burada ortada var üçüncüsü hərfin. Üçüncünün üçüncüsündə. Baxaq. A variantı 6, 7 düz gəlmədi. Onda qaldı B variantı 6, 6. Heç davamına daha baxmağa ehtiyac yoxdur. Variantımız çıxdısa bizə bəsdir. Aydın oldu. Bəli. Sual yoxdur ki. Bəli, müəllim. Tam olaraq. Bu məncə daha ən asan belə. Sonra biz 13-ə baxaq. 13-də qayda həmən qaydadır. Sadəcə olaraq 13-də nəyi bilməliyik? Bu variantlar var, A, B, C, D, Y variantları. Hərəsi bu sözlərdən birinə uyğun gəlir. Yəni variantın 5-i də hansısa sözün cavabıdır. Sadəcə olaraq biz motor sözünün cavabını variant olaraq götürməliyik. Çünki sual işarəsi motor sözünün qabağındadır. Onda B getdi. İndi baxın, özünüzə buraxıram tapmağı. Deyil.
İsmail bəy, siz C edirsən? Böyle. Hə, cid. Eyni şey ancaq oldu. Siz də C tapdınız. Eyni şey orada var ancaq. Hərf. Necə başa düşmədim? Eyni hərf bir dənə o variantdadır. Aha. Tapdınız Şahanə xanım. Bəli, C variantını tapdım. Amma paradda üçüncü hərf R-dırsa, operada dördüncü hərf R-dırsa, onda bəs Bu üçüncü hərf 7-dir, budur da Y variantı operada. opera, bəs parad? Paradda B variantıdır. R üçüncü hərf. Yox, parad bir dəqiqə. Motorda üçüncü hərf T hərfidir. Axırıncı 3-dür şey, budur. R hərfi. Hə, R. Hə. Paradda budur. O operada da budur. Hə, 3. Yəni bu suallarda hər variant sözlərdən birinin olur. Əgər sualımız yoxsa 15-ə baxaq sonra. On beşdə baxaq indi bir şey deyim. Biz bunun bir dənəsini ayırsaq, bu tək üçbucaq hansı hərf olar? Yuxarıda cədvəldə verilib. N hərfi. Amma variantlarımızın içində, burada variantlardan da kömək alacağıq. N ilə başlayan bir şey var. Yox. Deməli, onda nə edirəm? Onu silirəm. İkisini ayırıram. İkisini ayırsam hansı hərf olar? M hərfi. Olar M hərfi. Variantlarda var M hərfi. Üç Yaxşı. variantı. O M-ni yadda saxlayaq o heç. Üçünü ayırsam hansı hərf olar? Üçünün üç bucaq, bir M-ni. Yox, üçü bir yerdə hansı hərf varmı? Üçü bir yerdə. Ay, yox, elə bir şey yox. Elə bir şey yoxdur. Bəs dördünü ayırsaq? B hərfi. Bu hərfi. Deməli, ya ikisini ayırıb M hərfi deməli variantlarda o var. Ya da dördünü ayırıb K hərfi deməliyik variantlarda o da var. Bəs yaxşı, bir dənə də axırından baxaq. Burada dəqiq deyə bilmirik. Axırından baxaq. Axırında bir dənə dairə ayırsaq hansı hərf olar? Dairə heç bir hərf yox. Elə bir şey yoxdur. Bəs ikidən ayırsaq El. olar el hərfi. Bunu yadda saxlayaq el hərfini. Bəs üçdən ayırsaq O da yox. o da yoxdur. Dörddən ayırsaq O da yox. o da yox. Deməli 100% axırda biz ikisini ayırmalıyıq. Başqa cür mümkün deyil. Heç birində alınmır. Və axır hansı hərflə qutarır? Uluyor. Hərfi ilə. C variantı getdi. Var sualımız bu qədər. Başa düşdük. İndi L-dan əvvəlki hərf. Bir dənə üçbucaq olsa hansı olar? N. N. Bu da variantda yox. Ay, yox, var. Y Var. variantında var. Bir dənə onda belə eləyək. Görək bu uyğun gəlirmi Y variantı. Əvvəli P hərfi. P hərfi bizdə 4 dənəsini ayırmalıyıq. Sonra L hərfi. L hərfi bizdə 2 dənə dairə. Ha, düz gəldi. Düz gəldi. Deməli cavabımız Y variantıdır. P, L. Amma düz gəlməsəydi yenə silib yoxlayacaqdıq ki, o variantlardan hansı? Mən bunu yoxlaya gedir ya. Bəli, yoxlaya. Ya variantları bir-bir yoxlaya gedərdik. Belə də eləmək olar. Məsələn, A variantında M hərfi bizdə nə idi? Bir üçbucaq bu dairə. Bu oldu mu? Sonra A variantında M-nın dalıyca N gəlir. Bir dənə üçbucaq. N-nın dalıyca M gəlir. Bir üçbucaq, bir dairə. Bu da düz gəldi. Sonra Q hərfi gəlir. Q hərfi Bu da düzdür. amma axıra tək dairə qalır. Tək dairə bizdə yoxdur. Axırını düz gətirə bilmədik deyə A gedir. Belə də yoxlaya bilərik. Yoxlayaraq cavabımızı alacağıq ki, o xanalara uyğun gəlsin.
Aydın oldu sənə xanım. Bəli. İsmail bəy. Şahid. Bəli. Bəli. Əla. Bax, bir də bu tipli suallardır. Sonra fərqli sual, fərqli tipimiz bizim olacaq. 33-cü sual. 20-cidə nədir? 20-ni özüm demirəm. Asan dərsin də. O sualdan bir dənə deyə istəmirəm burada deyəm. İstəyirəm evdə bir özünüz baxasınız. Yaxşı, baxarıq ona. Sonra gəlin bax. O çox maraqlı sualdır. Elə qeyri-adi çətin sual deyil, biraz maraqlı sualdır. 33-a baxaq. Tarix sözünün qabağına 1-1-1-1-1 yazılıb. Tatar sözünün qabağına 2-0-1-0-2 yazılıb. Axtar sözünün qabağına 2-1-1-0-1 yazılıb. Sizcə o rəqəmlər o nəyi bildirə bilər? 1-1-1-1 və ya 2-0-1-0-2. Cəmin Bir-birinin nədir? cəmin bildirə bilər. Nəyə Səməm xanım? Cəm. Toplama. Nəyin cəmini? Məsələn, tarix sözündəki Sayı 1-1-1. olaraq. 5 dənədir də. Onsuz hamısı 5 dənədir də. Hansı Amma toplasaq 5 rəqəmlər dənədir? Hansı yox, birləri toplasaq 5? toplayanda 5 olur. Sonra Tatar sözündə də 2-1-2-ni toplayasınız, yenə 5 olacaq. Nə qarıq mənim? Bax, niyə o 1-1-1-1-1-ni 1-1-1-1 kimi yazıb? Amma Tatar sözünü 2-0-1-0 kimi yazıb. Sizcə nə ola bilər? O 2-lər nədir orada? 1-lər nədir? Yenə də axırı cəmi 5 eləyirdi. Mən 5 hərf. Çünki tarix Tatar Nerede? sonra hamısı 5 hərflidir də. Ha. Dedim ha sualın cavabını sizə. Nə dediniz? Bir də deyin. Deyirəm ona görə 5 eləyəcək. Zaten bütün Ha, sorular qarışdırıblar yeri. Yox. 5 hərflidir zaten. Hərflərin sayını bildirir. Biz də Tarix dedik. sözünə baxın. Hər hərfdən bir dənədir, düzdür? Hə. Amma Tatar sözündə T hərfindən və A hərfindən 2 dənədir. Hansısa hərflərdən də yoxdur. Məsələn, İ hərfi yoxdur deyə orada 0 da var. İndi gəlin baxaq görək. Ən birinci hansı hərfin sayını yazıblar hamısında? O hansı hərfdir ki, tarixdə bir dənədir, Tatarda 2 dənədir, A. Axtarda 2 dənədir. Hansı? A hərfi. Yaxşı, bəs o hansı hərfdir ki, Oldu. tarixdə 1-dir, Tatarda yoxdur, 0-dır, Axtarda da 1-dir. X hərfi. Hansı? Hansı X deyəcək? mənim X. X hərfi. X hərfi. X. Sonra bəs hansı hərfdir ki, 1, 1, 1, üçündə də bir dənədir? R. R. Hərfi. Bəs hansı hərfdən tarixdə bir dənədir, o birlərdə yoxdur, 0. İ. Bəs ən axırıncı hansı hərf qaldı ki, bir dənə tarixdədir, 2 dənə Tatardadır, Axtarda da bir T dənədir? hərfi. O da T hərfi. T hərfi. Sualımız yoxdur ki, buna qədər. Xeyr. İndi xarrat sözündə ən birinci hansı hərflərin sayını yazmalıyıq biz? 1. Hansı hərflərin sayını yazmalıyıq, onu deyin. R-nın. Yuxarıda birinci nədən başlamışıq biz? A. A'dan. A'dan. A neçə dənədir? 2. 2 dənə. 2. Sonra hansı hərf gəlməlidir? R 2 dənə də R. A'dan sonra gəlib. X. Q neçə dənədir? X 1 dənə. Bir dənə. Sonra hansı hərf gəlir? R. R R'dan neçə dənədir? Bir dənədir. 2 Bir dənə. dənə. 2. Sonra gələn hərf? X Yoxdur, bölüdür. Birdən yoxdur. 0. Axırda da T hərfidir. Elə 1-dir. 1. İndi 2, 1, 2, 0, 1-i toplayanda neçə edir? 6. 6. Çünki xarrat sözü 6 hərf. Yəni Altı. birinciyə uyğun yazırıq həmişə. Hə, birinci deyəndə öyle üçündə də həmin sıraydı da. Yox, onu demirəm. Biz yazdıq ki, birinci gələn hərf Hə, bəs hansıdır? o A yaz. və onu tapdıq ki, Ona onu uyğun. tutmayaq. Çünki varianta baxın 2-2 də var. Həmin 2 dənə 2 var. Amma yerləri dəyişik. Yəni afrit sözünə uyğun yazırıq da. Bəli. Hərflərin ardıcıllığına. Hərflərin ardıcıllığına uyğun. Yuxarıda necə ardıcıllıq idisə, burada da həmin ardıcıllığa uyğun. Başa düşdük bu tipli sualda. Bəli. Sonra biz baxaq.
Mənim bir dənə də sual verim olar. Buyurun, Dərsdən buyurun. kənar bir şeydir. Bu testləri siz az atırsınız da. Bunun toplusu var. Göndərəsiz çıxardım mən bir dəfəlik. Elə Hər dəfə ilk yadımdan dərsdə çıxır işte. mən indi kitab yığıram. Hər dəfə elə sizlə bərabər yığıram kitabı. Yəni inşallah Hə, ilin axırına tam kitab şəklində əlinizdə hazır olacaq. Ona görə bir İnşallah biz də qəbul olarıq, lazım olmaz. inşallah, inşallah. Niyə dövlət qulluğuna yenə lazımımız olar inşallah. Mənim o da 2 ildir də mənə heç nə vermir. Yaxşı, 40-cı sual var. Dövlət qulluğu vermir heç nə. Hə, o mənə heç nə vermir də. Mənim işimə görə heç nə vermir. Gələcəkdə keçərsiz dövlət qulluğuna verər. İnşallah. Hələ magistra girim. Baxarın 40-cı suala. 40-cı sual ən asanıdır. Zaqatala sözünün üstünə bu karasada sözünü yazırıq. Məsələ bitir. Yəni hər hərfin şifrəsi özü çıxmış olur ortaya. İndi Balakan sözündə B-nin şifrəsi nə olacaq? Yoxdur. Yox. Nə olub? A-nın şifrəsi A, elə A. L-nın şifrəsi D, A-nın şifrəsi A, A. Ç-nın şifrəsi yoxdur. Ə-nin şifrəsi O da yox. M-nin şifrəsi Yox. yox. İndi ortada ada söz olmalıdır. A variantında var. B variantında var. C-də var. D-də var. Y-də aradır deyə Y variantı səhvdir. İndi tərsinə baxırıq. Yox, tərsinə zət yox. İndi sizcə bunlardan hansı bizim cavabımızdır? Yəqin A olar. A, yox, B-dir, B. B. A variantında bax burada S işlədiblər ha. Hı. S onda gəlib N-nın üstə düşür də, düzdürmü? Hı. S axı N-nın şifrəsi ola bilməz. Çünki bizdə Zaqatala sözündə S nəyin şifrəsi idi? N-nın şifrəsi. Təzədən burada olsun da bu səhv olar. Aydındır. Eyni də D variantında da burada S var. O da getdi. Qaldı bizdə B ilə C. C-də də burada əvvəli K ilə başlayır, kadazot. K gəlir, onda düşür bura. Amma K B-nin şifrəsi ola bilməz axı. Çünki K Z-nin şifrəsi idi Zaqatala sözündə. Ona görə yerdə qalır bu variantı. Çünki Onca dedim də bayaq tərsinə baxaq da Z-yə, K-yə baxaq indi də. hə, yəni tapmadıqlarımızı. Tərsinə Hı. demək sözün tərsi demək istəyirsiniz ona. Yox, yox. Hə. Çünki nə F-nı, nə Z-nı, nə O-nu, nə T-nı şifrə kimi işlətməmişik deyə indi təzə hərflərin yerinə işlədə bilərik. Aydındır bu da. Sualımız yoxdur ki. Sonra 54-ə baxaq. 54. Ekranınıza tam görsənir sual. Bəli. Bəli. Deyir verilmiş üç sözün band, beyt və time sözlərinin hərfləri şəkildəki ədədlərlə şifrələnmişdir. 4 ədədi Y və M hərflərini, 6 ədədi isə Y hərfini şifrələməmişdir. Hər bir dairə üzərində bir sözün hərfləri şifrələnmişdir. Hərflərin yerini müəyyən edərək uyğunluğu tapın. Yəni bu nə deməkdir? Euler-Wien diaqramıdır. Mən birin yerinə elə bir şifrə götürməliyəm ki, 3 dairənin, yəni oradakı 3 sözün 3-ündə də olsun. O hansı hərfdir ki, 3-ündə də var o? Hı. T hərfi. Deməli, bir T imiş. Aydındır. Bəli. Gələk 4-ə. 4 elə olmalıdır ki, heç nəyin kəsişməsinə düşmür. Yalnız bir dənəsində olmalıdır. E. Bu band sözündəki N hərfidir. A, hayır, doğru. Beyt sözündə E hərfidir. Time sözündə Mühər. M hərfidir ki, yalnız birində işlənir. Deməli, Bizi bu yazıb bunun buraya. yerinə ya N olmalıdır, ya Y olmalıdır, ya M olmalı. Amma şərtdə nə deyirdi? 4 ədədi Y Eynən və M. M hərflərini şifrələməmişdir. Onda E, dövlət yeməli, olur. yox.
Necə? Bura y, O yana yer. e'dir, hə. E ilə m-nı şifrələməyibsə yerdə nə qalır? N. N. Dördünkü oldu mu? Sual var. Yox. Gələk 6-ya. 6 da bir dənə sözün içindədir. Yəni ya m-dır, M. ya e-dir, ya m-dır. Şərtdə deyir ki, 6 ədədi isə e hərfini şifrələməmişdir. E getdi. N-nı da nəyə işlətmişdik biz? 4-ə. 4-ə. Yerdə nə qaldı? M. M. Gələk 2-yə. 2 də həmənki kimi dairələrin kəsişməsinə yox, bir dənəsinə düşür. Deməli, ya n-dır, ya e-dir, ya m-dır. Amma biz n-nı da işlətdik artıq. M-nı da işlətdik. Yerdə nə qaldı? Y. E. A. E. Yönü. İndi içində e olan söz hansı sözdür? Beyt sözüydü, düzdür? Beyt. İçində n olan bant sözüdür bu dairə. İçində m olan da time sözüdür. Bunu yazaq üstünə. Var bura qədər sualımız. İndi 7 rəqəmi beyt sözü ilə time sözü olan dairənin kəsişməsinə düşür. Yəni, həm beyt sözündə, həm time sözündə işlənən hərf 7-nindir. Hansıdır o? Y. T hərfi. T hər üçünə düşürdü. O 1-ə tapışır. Y. Y. T üçünün, ikisinin yox, üçünün kəsişməsində. O əvvəldən tapışır. Həm bantda var, həm time'da var, həm beytdə var. İndi isə bizə ancaq time-dan beytdə olan, bantda olmayan lazımdır. Hansı oldu dediniz? Y. Y hərfi. 5-də time-dan bantın kəsişməsinə düşür. Hansıdır? N. Yo. Time'la band. A. A. A hərfi. 3-də beytlə bantın kəsişməsinə düşür. B. Bu və salam tapıldı. İndi bir dənə baxın. Bax, bu dairə bizə nə hansı sözü düzəldəcək? Hərflərinə baxın, onun içindəki hərflərə. Beyt. Beyt. Miti düzəltdi. Sonra bu dairəyə baxaq indi. Bəs bu dairə Time. time hərflərə baxın içindədir. Bir də göstərək bunu. Bəs bu hansıdır? Band. Hə, sualın tam mənasını başa düşdükmü? Hmm. İndi 1-ə biz nə tapdıq? T. T, yəni Yəni hansı D variant? variantı. Yəni D variantı. 2-yə E. E. B, yəni elə B variantı. 3-ə 2'ye Y 2'ye variantı. Y Olmayan. tapmadıq. İkiye Y. Mən 2-yə Y, 200-dən. 2-yə Y. 3-ə nə tapdıq bəs? B. B. 3-ə B. 1-ə D, 2-yə Y, 3-ə B, axırıncı Y variantı. Aydın oldu. Bəli. Hə, bir dənə bir şey deyim. Bu sual açıq sual da ola bilər. Ən axırıncı sual. Məntiqin ən axırıncı 95-ci sual. Bax, belə sual. Yəni, bu variant hissəsi olmaz. Aşağı hissəsi olmaz. Bax, bu hissəsi olmaz. Qalan hissəsi olar. Onda biz sualı belə kodlaşdırırıq da. Etalon belə olur. Bax, bir etalon hissə çəkim. Bura yazılır. 1, 2, 3. Burada A, B, 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 C, 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 D, 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 bir də Y yazılır. Siz də avtomatik 1-ə D-ni qaralayırsınız birinci sütunda. İkinci sütunda Y-ni qaralayırsınız. Üçüncü sütunda da B-ni qaralayırsınız. Bax, belə. Hər sütunu özünə uyğun olar. Bu axırıncı sualımız bizim belə olur. Və bu sual elə iminli elə bir sualda düşə bilər. Aydındır. Aynen. Mən Sualımız yoxdur ki, ümumi bölmə ilə bağlı. Yaza biləcəksiniz qalanlarını. inşallah Aynen mən yazar. Yəni, hər tipdən göstər. Tip çoxdur, amma əslində çox asan bölmədir. Test sayı da 56 dənədir. İndi dərs qutarsın, göndərəcəm qrupunuza və işləyəcəksiniz.
Yəni belə bölmələrdən elə qeyri-adi suallar çıxa bilməz də, yəni ki, Yox, belə qarşımıza. bölmələrin artıq belə standartı var, bilinir, tapılır. Aydındır. Bir-iki qeyri-adi sual var, bir-iki dənə. Yəni qeyri-adi deyilir sadəcə olaraq biraz daha fərqli şeydir də düşünün. Mən evdə Deyil mi? baxarıq. Onu evdə özüm saxlamışam ki, evdə birinci düşünün, sonra yenə mən kömək edirəm. Amma yəni çətin bölmələr, ən çətin bölmələr o əvvəldə keçdiyimiz ardıcıllıqdır, qeyri-aşkar operatorlardır. Bir də bundan sonra şəkildə də var belə keçir. Yəni orada bilinmir də nə etmək lazımdır. Hər şey eləmək olar. Çətin deyəndə yəni hər şey eləmək olar. Konkret qaydası yoxdur. Amma yerdə qalan bütün bölmələrimizin konkret qaydası olacaq. O qaydanı da yaxşı biliriksə sualımızın cavabını tapacağıq usta. Aydındır, sualımız var. Yox mənim. Yox, mənim yox. Heç nə, onda sağollaşalım. İnşallah dördüncü gün görüşərik. İnşallah. Sağ olun mənim. Gecəniz İnşallah. xeyir. Sağ Sağ olun. olun, xeyrə qarşı. Oldu, sağ Gecəniz olun. xeyir.